Mən bu ara görmüşəm, Allah şəfa versin, dərinizə nəsə olmuşdu. Hə, hələ qalıb allergiya verir. Az mən şuşqa damarıma saldım. Bunu mənə dedilər ki, bir dəfə vurursan, pilingi. Mən də götürmüşüm, 4 dəfə başa düşmüşəm. Qonşuda pişməyib, evə gəlməyib, mən oradan bilim. Götürdüm bunu, 4 dəfə vurdum üzümə. 4 gün özdə 24 saat qaldı üzümdə. Bir də gördüyüm ki, blendersə yoxşuyuram. Düz bu boyda şişib oturmuşam. Ay Allah, bu elə şey, peeling çox apaslı şeydir əslində. Amma sonrası qəşəngdir də. Qəşəng o, təzələndi də dəriniz. Onu əslində bilirsiniz, belə lazerli şlifovka var. Dərini pramo yandırırlar dəri altından. Belə siz onu... O, şeydə, sən də mən bağışdan, neçədir o? 500 manat deyir. Hə də, siz onu belə elədiniz peelinglə, yaxşıdır da. Neynirəm, elə 50 manat verib 4-5 dəfə edirəm də özümü. Qabağa düşdünüz də. Bekaram, elə effekti də. Gözüm də yaxşı görmür. Gərək açıq dağım, oxuya bilmirəm heç nə. Amma deyir, baboşu qoşun. Baboşun nastroyeniyası yoxdur. Baboş yoxdur, kefi yoxdur. Heç mənə cavab vermir. Doğrudan? Valla, yazıram, salam yazıram. Deməli, doğrudan kefi yoxdur. Salam yazıram, 6 saat sonra cavab verir. Salam. Sağ ol baboş. Salam, salam. Canlıda deyil, yo bilirik canlıda deyil. Yedi getdi, yatdı. Yazılar yemək bas. Gözlüyüm qoşacam indi onu burada ya. Qızlar, Məftuna deyəsiniz, mən istə yatar. Mən insana hörmətlə yanaşıram. Çünki hər insan öz çörək pulunu özü qazanır, öz əziyyəti ilə. Hər bir işin öz əziyyəti var. Hə, sən də əziyyət çəkən sadə qızsın. Çox sağ olun, minnətdaram. Mən özüm işləyirəm. Hə? Hə, işləyirəm. Mən 14 yaşımdan işləyirəm. Maşallah. Amma mamam icazə vermirdi, düzdür, qışqırırdı, qəbullanmırdı, yox, olmaz. Amma belə özüm istəmirəm onu, kiminsə, ailəmdən asılı olum. Ailəmə dəstək olmaq istəyirəm daha da. Çox sağ olun. Halaldır. Görsən özünü dartmır. Başqası olsa özünü dartıb qoyar dağın başına. Vallahi. Əstəğfurullah, ayıbdır. Siz məndən yaşca da böyüksüz, yəni ayıbdır elə şey. Mənə görə yox, ümumiyyətlə. Yox, düzgün olmaz mən. mən. Yəni, sana xanımlıyam, Aysunun bacısıyam. Özün də müğənnisən də övrək. Özüm də, hə, yavaş-yavaş, inşallah alınarsa. O da Allah icazə verirsə. Mən özüm salonda işləyirəm. Allah şifavan eləsin, bazı. Çox sağ olun. Elə lazımdır, bəs nə? Sadə qızdır. Yox, nəyə lazımdır? Biri var, otururlar. Ay Allah, saçım, başım, dırnağım, ailəm, o düzgün deyil. Paltarım, o nəyə lazımdır göydən insanlarla danışmaq? Mən ona pis baxıram. Mən sizə çox istəyirəm. Siz çox canlılarınız qabaq. İnanın, halım pis olanda ağlayıb elə nəsə həyatda başlayır. Canınız qabağıma çıxır. Elə özümə gedib bir Allah görən deyirəm, ay Allah. Allah razı olsun. Ay, var. Valla. Qızınız da var əslində. Qızım da var, anam gündədir. Qızım da özü şey yoxdur, Selena Gomez'ə. Qəşəng qızdır. Allah xoşbəxt Ya, görün babası qoşa biləcəm. Çox sağ ol, Allah sizi də xoşbəxt eləsin. Qızlar, babuşun yanındadırsa Məftun din istə yatsın. Baxmışdınsa. Ayda şalvarım dəyişəndə ölmüşəm də gülməkdən. Baxmısınız o kayda. Mənim qapıma çıxdı. Mən axı mən klipə baxmışdım. Mən elə bilirdim doğrudan sizlə belə dost yox, arasında nəsə var, üzrü sayında klipdə elə göstərmişlər. O klip idi. Sonra atası babuş dedi o klipdir, yox. Deyirəm mən üzrü sayın, səhv başa düşmüşəm.
Çünki insanlar paylaşırlar, altdan nəsə yazırlar, biz də baxırıq belə. Mən sizi yaxından tanımıram, ona görə fikir elə yaranır. Ya. Müjgancım sağ ol Mücüyüm. Bilirəm. Baba yazmışdı da zəng edin. Onda necə Riyanın? Bir ay onu qutarsın. Abi Seyit'le Yağmur'la Lama sen çağırır gel. Yemek pişti oradan gel. Gelir. Ha. Gel Lama da sen çağırır. Yuxul değil. Ha? Ha Atıf'tır. Dur bak dur. Getireyim. Gel Yağmur'la Lama sen gel. Məftun bəy, bəs siz deyirlər oxuyursunuz. Hə qadın. Ha, deyirlər qəşə səsiniz var. Hə. Nəftin bir dənə zümzüməli qulaq assın. Nə mahnısı oxuyum? Elə Rəqsani xanımın mahnısını oxu. Bir vəfanı oxu. Ha bil vəfam bilmirəm. Bilirəm, Onda yerim yadımdan bir çıxır ki. Bir gün yenə geri dönsən, Qəşə səs. məni Maşallah. sevib əzizləsən.